Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Təfəkkür liseyində şagirdlərlə görüşüb. Məktəbdə görülmüş işlərlə yaxından tanış olan şəhər rəhbəri tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb. Siniflərdə şagirdlərlə səmimi görüşərək onlara tövsiyələrini çatdırıb. Dərslərində onlara uğurlar arzulayıb. Məktəbin direktoru Adilə Süleymanova məlumat verib ki, təhsil müəssisəsində 41 sinif otağı mövcuddur. 1265 nəfər şagirdin təlim-tərbiyəsi ilə 75 nəfər müəllim məşğul olur. Şagirdlər buraxılış imtahanlarında yüksək nəticə göstərib. Belə ki, 11-ci siniflərdə 83 məzundan 56 nəfəri 200-dən yuxarı nəticə göstərib. Bir şagird Respublika Fənn Olimpiyadasında bürünc medal qazanıb. 10 şagird isə fənn müsabiqəsinin final turuna keçib. Bir şagird Respublika şahmat yarışında birinci yerə layiq görülüb. Beynəlxalq Riyaziyyat Olimpiyadasında 10 şagird uğur əldə edib. Görüş zamanı şəhərdə həyata keçirilən layihələr, təhsil sahəsində görülmüş işlər və əldə olunmuş nailiyyətlər ətrafında geniş diskussiya və fikir mübadiləsi aparılıb. Şəmistan Fikrətli Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.